Artıq müharibənin xarakterində ciddi bir dəyişiklik hiss olunur. Bu da onunla bağlıdır ki, Ukrayna tərəfi faktiki olaraq Rusiyanın dərinliklərinə doğru zərbələr endirir və artıq Rusiya bunu canında hiss edir. Rus xalqı bu müharibəni canında hiss edir. Əgər əvvəllər Rusiyanın daxilində çox da ciddi şəkildə bu müharibənin ağırlıqları hiss edilmirdisə, indi artıq hiss edilir. Bilirsiniz, bu qarşılıqlı hücumlar var əlbəttə. Hər bir geniş miqyaslı hücumdan sonra analitiklər oturub bir dəyərləndirmə aparır ki, hər hücumun nəticəsi nə formada yerdə təzahür edir. Məsələn, onun verdiyi təkcə iqtisadi, maddi, belə humanitar zərərlər deyil, eyni zamanda mənəvi psixoloji olaraq bu hücumlardan sonra cəmiyyətlərin reaksiyası necə olur? Təbii ki, Qərb institutları Ukrayna tərəfinə də bu barədə çox ciddi yardım göstərirlər. Hər hücumdan sonra, Rusiya ərazisinə olan hücumdan sonra cəmiyyətin verdiyi reaksiya, cəmiyyətin bu hücumdan sonraki ovqatı təhlil olunur. Əgər o, hardasa müharibəni dayandırmaq, yaxud məsələn Rusiyanı çəkindirmək, tərəddüd yaratmaq istiqamətində inkişaf edirsə, Ukrayna tərəfi daha çox o variantları inkişaf elətdirir. Bax, biz adi bir misal çəkim, 44 günlük müharibədə Ermənistan həm bizim Gəncə şəhərinə, həm Bərdiyə ballistik raketlərlə zərbə endirdi. Dinc əhali arasında xeyli sayda itkilər oldu. Körpə uşaqlar, qadınlar, yatdığı yerdə insanlar vurulmuşdu. Onun Azərbaycan cəmiyyətində, mən o zaman həmin bölgədə idim və onu yerində aydınlaşdırmaq və sonradan təhlil etmək imkanlarım oldu. Onun verdiyi nəticə bilirsiniz nə oldu? Nə Gəncə əhalisi qorxdu, nə Bərdə, nə qonşu rayonlar. Əksinə, daha çox dövlətin arxasında vətəndaşlar sanki dövlətin gücünün ifadə olunması üçün ona dəstək verdi. Hər kəs biraz da nifrətlə düşmən üzərinə gedilməsini təkid edirdi. Yəni, insanların ölümü ilə nəticələnən, xüsusilə dinc insanlara yönəlik hərbi zərbələr, baxır, hansı cəmiyyətdə necə reaksiya verir? Məsələn, Azərbaycan cəmiyyətində biz işğala məruz qalmışdıq, bu cür reaksiya verirdi. Bu, Ukraynada eyni formadadır. Rusiya, Ukraynanın infrastrukturu ilə yanaşı, dinc insanların yaşadığı obyektlərə zərbə endirir. Amma Ukrayna bunu etmir. Ukrayna başa düşür ki, Rusiya cəmiyyətində narazılıq yaratmaq üçün dinc insanların hədəf alınması deyil, infrastrukturların, yəni zamanla problem yaratmaq xəttini götürüblər. Və bu da, yenə deyirəm, bu da təsadüfi deyil, bu hərbi analitik təhlillərin nəticəsidir. Və onun nəticəsi olaraq artıq Rusiyada ciddi bir enerji böhranı yaşanır. Neft emalı zavodları vurulubdur. Neft emalı zavodları vurulubdur, bəli. Bunlar artıq hər bir insanın günlük həyatında təsir göstərir. Və təbii ki, o itkini birbaş canında hiss etməyən insan gəlir, görür ki, məsələn, səyahət imkanları məhdudlaşıb, hansısa, məsələn, ticarət imkanları məhdudlaşıb və getdikcə o yanaşma dövlətə qarşı müəyyən narazılığı artırır. Və bu baxımdan mən qeyd edirəm ki, Ukrayna tərəfinin apardığı müharibənin yeni, yəni xarakteri Rusiyanı artıq ciddi şəkildə düşünməyə və narahat etməyə başlayıbdır. Biraz məsələyə amma geniş baxsaq, yəni bu müharibənin aqibəti ilə bağlı, məsələn, müharibənin sonucu ilə bağlı, xatırlayırsınızsa, biz elə sizlə dəfələrlə bunu müzakirə eləmişdik. Biz iki tezisi hər zaman qeyd eləmişdik ki, bunun biri ondan ibarət idi ki, bu müharibə çox uzanacaq. Uzun sürəcək. Bunun dayandırılması çətindir. Bir müharibənin başlamaq asandır. Onu yekunlaşdırmaq çətindir. Xüsusilə də əgər tərəflərdən hansısa biri mütləq sahədə qalib gəlmirsə. Məsələn, biz 44 gün ərzində nümunə olaraq, mən biraz sadə dildə istəyirəm ifadə edeyim ki, fikirlərimi ki, bizim dinləyicilər üçün də yorucu olmasın. Əgər mütləq nəticə varsa, qalibiyyət əldə olunursa sahədə, tərəflər razılaşır bununla. Əgər üçüncü tərəfin müdaxiləsi yoxdursa və s. İndi Rusiya-Ukrayna müharibəsi belədir ki, tərəflərin hər ikisi bir-birinə ağır zərbə vurmaq imkanındadır. Həm də resurslar hələ tükənməyibdir. Yəni, bu müharibə hansı halda dayana bilər? Açıq demək lazımdır ki, 5 faktordan asılıdır.
Bunun ikisi Rusiya ilə bağlıdır, ikisi Ukrayna ilə bağlıdır, biri üçüncü tərəflərlə bağlıdır. Məsələn, Rusiyaya özü könüllü olaraq görür ki, artıq ciddi zərər çəkir. İddiasından geri çəkilib, ordusunu geri çəkməyə razılaşırsa, müharibə bitə bilər. Yəni ziyanın yarısından qayıtmaq xeyirdir. Bir variant budur. İkinci variant budur ki, Rusiya Ukraynanı məğlub edir, hərbi baxımdan onu ciddi şəkildə təslim olmağa vadar edir. Bu real deyil. Bu da mümkün görünmür. Yəni artıq 5 ildir belə görünür ki... Heç o birinci də mümkün görünmür. Birinci də hələ ki mümkün görünmür. Tamamilə doğrudur. Ukrayna tərəfinin də Ukrayna ya öz ərazisindən imtina etməlidir, razılaşmalıdır bu işğalla, oturmalıdır masa ətrafına. Ukrayna da buna razı deyil. Təbii. Yəni razı olsa niyə 5 ilə gedir? Bəli, 5 il müharibəni niyə aparırdın ki? Yaxud Ukrayna Rus qoşunların vurub ölkəsindən çıxarılması bu dördüncü variantdır. Bu da real deyil. Buna da hələ ki gücü çatmır. Düzdür, resurslar var, müəyyən qədər çalışır. Və nəhayət 5-ci variant odur ki, üçüncü tərəf, güclü bir tərəf gəlsin, hər iki tərəfi oturtsun masa arxasında və desin ki, bu bitdi. Belə bir tərəf də yoxdur. Dünyada bugün o qlobal münasibətləri, necə deyək, bəlkə diktə edən tərəf, bəlkə tam ifadə eləmir, amma hər halda tərəf biri Birləşmiş Ştatlar, biri isə Çindir. Hər ikisinin özünə məxsus marağı var Rusiya-Ukrayna müharibəsində. Ki uzansın, hə? Bəli, yəni Çin də əslində bundan qazanır. İtiraf eləmişik Çin. Birləşmiş Ştatlar da qazanır. Birləşmiş Ştatlar artıq silahlarını satır Avropa ölkələrinə, dolayısıyla daha çox artırıbdır bu silah satışını. Elə bu müharibənin nəticəsi olaraq Almaniya 2 il bundan öncə 100 milyard evro pul ayırdı ki, ordunun yenidən modernləşməsi ilə bağlı istehsalın böyük hissəsini Amerika şirkətləri icra edir. Yəni bu, ümumi belə götürüb mənzəriyə baxanda, üçüncü tərəflərin də belə sadə dildə desək, nə vecinədir? Yəni onlardan ölən yoxdur ki? Döyüşmək istəyirsiniz, buyurun döyüşün. Biz də silah veririk, biz də məsələdə iştirak edirik. Və bilirsiniz, Ləman xanım, əslində Rusiya-Ukrayna müharibəsi, ümumiyyətlə bax, müasir müharibələrlə bağlı təkcə bunlara lokal baxmaq doğru deyil. Dünyada beynəlxalq münasibətlərin yeni bir keçid dövrü yaşanır. Bu, Sovet İttifaqı dağılandan sonra dünyada tək qütblü Birləşmiş Ştatların demək olar ki, nəzarəti altında bir nizam var idi, beynəlxalq nizam var idi. Yaxşı biz işləyirdi. Amma indi o nizam pozulub. İndi artıq yeni bir nizam da ortada yoxdur. Faktiki olaraq beynəlxalq hüquq demək olar ki, işləmir. Yəni, istənilən bir danışığın formatına baxanda, məsələn, biz legitim format nədir? BMT-nin qərarları, yaxud qətnamələri, ümumiyyətlə beynəlxalq hüquq özü bir legitim formatdır da danışıqlar üçün. Bu günləri baxaq, Rusiya-Ukrayna müharibəsində bu format işləmir, İran Birləşmiş Ştatlarda işləmir, Əfqanistan-Pakistan arasında işləmir, Pakistan-Hindistan arasında işləmir. Yəni, hansı bölgədə baxaq? İsrail, məsələn, Orta Şərqdə apardığı müharibələrə baxaq. Yəni, ümumiyyətlə, beynəlxalq hüquq özü ciddi bir böhran keçirir və bu müharibələrin dayanmasında yerli, lokal şəraitlə yanaşı, mütləq mənada beynəlxalq münasibətlərdəki bu qeyri-müəyyənliyin də aydınlaşması önəmlidir. Bu prosesin mürəkkəbliyi onunla bağlıdır. Belə deyək, Rusiya geri çəkiləcəkmi? Açığı mən bunu çox az ehtimal edirəm. Əlbəttə, bunlar indi müxtəlif fikirlər deyilir. Bəs içəridə baş verənlər, yəni o dedik də, yəni o logistika, enerji resurslarının vurulması, artıq Rusiyada yaşanan o xaotik durum, hər gün demək olar ki, paytaxt Moskvaya hücumlar var, hər gün aeroportlar bağlı olur. Hətta ötən gün bir statistika vardı ki, yanacaq çatışmazlığından təyyarələr uça bilmir, yerdə qalıb. Statistikanı göstərmişlər, həqiqətən heyrətləndirici idi. Üstəgəl adamlar kilometrlərlə yanacaq qıtlığı, yəqin Rusiyada yaşayanınız var. Valla mən eşidirəm, hər gün şok oluram ki, adamlar 20 litrdən ötürü sutkalarla gözləyirlər və yaxud qiymətləri artırıblar ki, gəl al, amma 2 manat 50 qəpikdən almalısan litrini, yəni Azərbaycan puluna çevirəndə. Belə bir, yəni içəridə daxili artıq narazılığı yetişdirildiyini görürük, o narazılıq yetişir. Bax, bu Putinə qarşı yönələ bilərmi sizcə? Bu Putini qorxutmurmu sizcə? Yəni, keçən həftə də açıqlamaları oldu. Özü etiraf elədi ki, belə problemlər var. Əslində, mən ona görə vurğu saldım ki, bu müharibənin dayanması, yaxud Rusiyanın geri çəkilməsinin
asılı olduğu bəlkə iki ciddi faktordan biri bu faktordur. Yəni bu daxili narazılığın, daxili gərginliyin artması. Bunu belə deyək də, hərbi baxımdan Rusiyanı sarsıdacaq, tam şəkildə yəni hərbi arsenalını sıradan çıxardacaq bir proses təhlükəli nəticə doğura bilər. Rusiyanın əlində nüvə silahları var və Rusiya açıq şəkildə bunu bəyan edib və hazırlığını da aparıbdır ki, əgər bunun üçün məsələn ölüm-qalım bir məsələsi olsa istifadə eləyəcək. Düzdür, bir çox ekspertlər məsələn deyirlər ki, bu mümkün deyil filandır. Açığı, yəni o ekspertlər həm də Ukrayna-Rusiya müharibəsinin heç başlamayacağını da deyirlər. Ay, sağ olun, doğru. Yəni, ona görə... Özü son günlər bu taktiki nüvə silahından Ukraynaya qarşı istifadə məsələləri çox ciddi şəkildə deyil. Yəni, bunu Putin bəyan eləyibdir. Təkcə bu Putin deyil. Məsələn, Rusiyanın establishmentindəki iradə də ondan ibarətdir ki, qlobal strateji sabitlik üçün əsas qanat nüvə silahıdır. Yəni, xatırlayırsınızsa, Biden hakimiyyətə gələndə bildirdi ki, qlobal strateji sabitlik insan hüquqlarıdır, demokratiyadır, bundan keçəcəkdir. Yəni, bu avtoritar, diktatura rejimlərinin arxa plana keçməsi ilə dünyada sivil münasibətlər sistemi, ümumbəşəri dəyərlər, bunlar artıq aktuallaşacaq. Rusiya dərhal bildirdi ki, yox, strateji sabitliyin qaranti nüvə silahıdır. Və bu gün həqiqətən də, məsələn, Şimali Koreya kimi bir zəif dövlətə baxan, heç kəs cəsarət eləmir ora hücum eləsin. Çünki nüvə silahı var. Çünki sabahları doğrudan da əlindəki o silahın biri atılarsa, biri açılarsa, bir hardasa bir problem yaranarsa, ümumiyyətlə bu nüvə problemi çox böyük bir təhlükədir. Amma İran kimi böyük bir ölkəyə baxaq, orada nüvə silahı yox deyə başına olmazın işlər açdılar. Amma bu artıq onu göstərir ki, nüvə silahına sahib olmaq üçün bir çox ölkələr artıq müəyyən hazırlığa keçiblər. Belə Finlandiyadan tutmuş, Orta Doğuya qədər. Finlandiyada bugündən o qanun deyəsən qüvvəyə minir. Afrikanın şimalına qədər artıq bu fikirdə, bu istəkdə olan dövlətlərin sayı artır. Bu da təbiidir. Yəni fikirləşirlər ki, bu əgər bizi qoruyucu faktor zireh budursa, çətir budursa, niyə bundan imtina edək? Ona görə Rusiyanın hərbi baxımdan o qədər sıxılması bu təhlükəli ola bilər və bunu doğrudan da qərb institutları, qərb analitikləri, onların təhlillərində də açıq görünür. Dövlətlərin yanaşmasında da bu aydın görünür. Düzdür, bəyanatlar verirlər qarşılıqlı olaraq, amma o bəyanatların real hərəkətə keçməsinə tərəddüd edirlər. Ki, doğrudan da Rusiya ərazisində dinc insan ölümləri yaxud bu hücumların gətirdiyi çox kəskin nəticələr baş versə, o zaman Rusiyanın atacağı addımlar nə ola bilər? Bu bir mənalı bunun cavabı yoxdur. Düzdür, indi təbliğatçı olan, məsələn, Ukrayna təbliğatçıları deyir ki, Rusiyanın cəsarət çatmaz. Rus təbliğatçıları deyir ki, Ukraynanı məhv eləyərik. Açıqı, mən təbliğatçı deyiləm. Mən quru təhlil aparıram proseslə bağlı. Burada məsələ belədir. Zelenski bildirdi ki, təxminən 40 günlük bir onun planı var. Və bu, avqust ayında yəqin ki, yekunlaşacaq. Rusiyanın sülh danışıqlarına məcbur edəcək ki, layihə həyata keçirilir. Nə ola bilər hərbi sahəsində? Açıqlanmır da yəqin layihə. Yəni, layihə əslində icradadır. Bax, bu hərbi hücumlar, infrastrukturun vurulması, belə deyək də, birbaşa insanı hədəf alınır. Amma dolayısıyla insanlar artıq narazı qalır. Nefliç durumda da artıq orada adamlar. Və bu Rusiyanın buna verəcəyi reaksiya təxminən buna bənzər reaksiya olmalıdır. Bu durum indi ona görə nüvə silahından istifadə edə bilməz. O da çox güman ki, Ukrayna ərazisində eyni şey etməyə çalışacaq. Düzdür, qarşılıqlı olaraq həm müdafiə var, həm hücum var, bir-birinə çox böyük zərər vururlar. Məsələnin dayanmasının belə ümumən də genel olaraq götürülməsi və yaxud Rusiyada narazılıq yaratması açıq bir mənalı demək çətindir. Rus cəmiyyəti, bəlkə bunu mən indi tədqiqatını aparmamışam deyə konkret faiz səsləndirməyə çətinlik çəkirəm, amma əksəriyyətində bir millətçilik var. Əksəriyyətində dövlətin apardığı siyasətə dəstəkləmək var. Bəli. Yəni hətta günü bu gündə mi düşünürsünüz? Bəli. Çünki bu bir imperiya xalqıdır. Bu axı vətən müharibəsi deyil axı. Biz məsəl üçün onu 2-ci Dünya müharibəsində başa düşə bilərdik ki, orada Almaniyanın hücumu var idi və vətən müdafiə olunurdu. Axı indi onlar başa düşmürmü ki, Ukrayna ayrıca bir müstəqil dövlət yoxsa Ukraynanın da doğrudan mı Rusiyanın bir tərkib hissəsi görürlər? Yox, onlarda əslində təbliğat belə olub ki, Ukrayna bunların vətəni üçün təhlükəyə çevrilib.
artıq düşmənlər Yəni üçün... özlərinin işğalçı olduğunu unudurlar. Bəli, onlar deyir ki, biz işğalçı deyilik ki, biz orada olan Rusları qoruyuruq. Məsələn, Luqanskda olsun, Donetskdə olsun və Krım olsun. Yəni bunların apardığı o ideoloji təbliğat ki var. Mən söhbət eləyirəm, mənim də çox saylı tanışlarım var Rusiyada yaşayan. Həqiqətən ağlı başında olan adamlar var. Baxıram ki, bu adamlar o rəsmi təbliğatın təsirindədirlər. Onlar Ukraynanı günahlandırır. İndi sadə, biraz da o millətçi ruhla yoğrulmuş insanlar daha aqressivdir. Onlar fikirləşir ki, Ukrayna belə etməməlidir. Ukrayna Rusiyaya qarşı çıxıbdır. Yəni, bu əslində nədir? Bu bir xəstə təfəkkürdür. Və Rusiyanın bütün bölgə üçün təhlükəli eləyən amil budur.